Yapanlar bunu da etdi. Bundan sonra siz övladınızın, yəni uşağınızın ağlama səsindən övladınız nəyə görə ağlayır belə bilə biləcəksiniz. Onlar bir süni intellekt yaradıblar yapanlar və bu süni intellekt vasitəsilə siz övladınızın nəyə görə ağlamalığını təyin edə biləcəksiniz. Acdır, susuzdur, qorxudan ağlayır, anasını istəyir, atasını istəyir, oynamaq istəyir. Bir sözlə bu süni intellekt vasitəsilə Our Baby süni intellekt vasitəsilə siz uşağınızın nəyə görə ağladığını təyin edə bilərsiniz. Süni intellektin adını düz deyə düz tələffüz edə bilmədim. Bura qoyacağam. Özünüz baxa bilərsiniz hansı süni intellektdən gedir. O birisini düz tələffüz eləmədim. Buradan baxıb maraqlana bilərsiniz. Bu qədər.